Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Kıymetli cemaat, Allah Teala'nın müvəffəqiyyəti, onun yardımı ve köməklici ilə fiqh ve şəriət dərslərimizi öğrenmeye devam edirik. Fiqh olduqca mühümdür. İlim. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, men yuridillahu bihi hayran yufaqqihu fid dini. Allah Teala kimin üçün xeyir istəyərsə, ona fiqhi öyrədər. Yəni, ona dini başa düşmə qabiliyyəti verər. Yəni, bir insanın fiqh elmi bilməsi, şəriəti bilməsi, onu öyrənməsi Allah Teala'nın onun üçün xeyir istəməsinin əlamətidir. Bizlər namazın rükunlarını öyrənməyə davam edirik. Keçən dərslərimizdə biz öyrəndik ki, namazın rükunlarından ən birincisi insanın ayaq üstə dayanıb namazı qılması, əlbəttə gücü çatırsa. Gücü çatırsa ayaq üstə dayanmağa, namazı ayaq üstə dayanmalıdır. Namaz qılmağa ayaq üstə gücü çatan şəxs oturaraq qılırsa o namazı sayılmır. O namaz sayılmır. Qadirdir. Ayaq üstə qıra bilər, lakin oturur. Burada əlbəttə söhbət fərz namazlardan gedir. Nafilələrə qılmaq olar. Əgər fərzi oturaraq qılırsa o namaz sayılmır. Yox, əgər ayaq üstə qılmağa güc çatmırsa, Peyğəmbər s.ə.v deyir ki, onda otur qıl. Oturaraq qılmağa gücü çatmırsa, o zaman deyir ki, uzanaraq qıl. Demək, qiyam rükundur, əsas. Sonra ikinci, açılış təkbiri, təkbiratul ihram. Namaza başlayanda gətirdiyimiz Allahu Əkbər namazın rükunlarını. Üçüncü, Fatiha surəsi, kitabın anası Fatiha surəsini oxumaq. Bu üçün. Dördüncü rükun, rükuya əyilmək. Rükuya əyilmək. Beşinci rükun, rükuya əyilərkən tələsməmək. Həm rükuya əyilmək rükundur, həm də tələsməmək. Altıncı rükun, rükudan qalxmaq. Rükudan qalxmaq. Yedinci rükun, rükudan qalxan zaman tələsməmək. Səkkizinci rükun, səcdəyə getmək. Səcdəyə hər rükətdə 2 dəfə. Hər rükətdə 2 dəfə. İstər fərz namaz olsun, istər nafilə namaz olsun. Hər rükətdə 2 dəfə. Sübh namazında 2 rükətdir. Demək, neçə səcdə var? 4 dənə. Zöhr namazı 4 rükətdir. Neçə dənə səcdə var orada? 8 dəfə. Aydındır. Və səcdəyə getmək və 9-cu səcdəyə gedən zaman tələsməmək. Sonra səcdədən qalxmaq və səcdən qalxan zaman tələsmək. İndi inşallah isə öyrənəcəyik biz 2 səcdə arasında oturmaq və 2 səcdə arasında oturarkən tələsməmək. Dəyərli cəmaat, 2 səcdə arasında oturmaq, yəni birinci səcdəni etdin, aydındır, qalxdın, 2 səcdə oturdun, sonra bir də səcdəyə getdin. Həmin o oturuş var, 2 səcdə arasında. Biz orada Rabbi xfirli dualarını oxuyuruq, o namazın rükunlarındandır. Mütləq eləməlisən ona. Mütləq onu eləməlisən. Əgər bir insan onu tərk eləsə və yaxud da başını səcdən qaldırdı, yenə tələssi, o rükət sayılmır. O rükət qəzası qılınır. Namazın rükunlarındandır. Peyğəmbər sallallahu aleyhi və səlləm namazını pis qılan şəxsə nəsiyyət etdi ki, ثُمَّ اسْجُدْ حَتَّى تَطْمَئِنَّ سَاجِدًا. Sonra səcdəyə get və səcdəyə gedən zaman tələsmə. ثُمَّ ارْفَعْ حَتَّى تَطْمَئِنَّ جَالِسًا. Sonra başını səcdədən qaldır və tələsmədən otur. Nədir səcdə? Otur. ثُمَّ اسْجُدْ حَتَّى تَطْمَئِنَّ سَاجِدًا. Sonra bir də səcdəyə get. Və səcdəyə gedənə tələsmə. ثُمَّ فَعَلْ ذَٰلِكَ فِي صَلَاتِكَ كُلِّهَا. Sonra hər namazında, hər rükətində belə elə. Baxın, nə dedi? Hədis uzun hədisdir. Bizə aid olan, dəlil olan qismində dedi ki, demək, səcdəyə get, səcdəyə gedənə tələsmə, sonra səcdədən qalx, otur və tələsmə, sonra bir də səcdəyə get və yenə tələsmə. Burada 2 səcdə arasında oturmağı namazın rükunlarından sayılır. Buyurur ki, möminlərin anası Ayşə radiyallahu anhə, kənə Rasulullah sallallahu aleyhi və səlləmə izə rəfə'a rə'səhu minəs səcdə ləm yəscud həttə yəstəviyə cəlisən. Allah Nəbisi sallallahu aleyhi və səlləm başını səcdədən qaldıranda növbəti səcdəyə getməzdi ta ki bədəni tam, doğru, düzgün olmayana qədər. Demək, birinci səcdədən qalxarmış, bədəni, onurğası, dizləri, oynaqlar, hər şey yerinə oturarmış.
Düz, sonra səcdəyə gedərmiş. Sonra səcdəyə gedərmiş. Əlbəttə, məsələn, sual ola bilər ki, Arif qardaş, məsələn, biz səcdədə hansı duaları deyirik ki, onların adlarını çəkməliyiz. Həmçinin burada iki səcdə arasında oxunan demədi, onlar namazın vaciblərində inşallah keçəcəyik. Təsəvvür eləyin ki, dəyərli cəmaət, görün dinimiz nə qədər asandır. Baxın, namazı bölüb, səcdəni bölüb. Səcdə rükundur, rükuna aid olan şeyləri. Biz namazın vaciblərində yenə səcdəyə qayıdacağıq. Orada Subhan Rabbiyəl Ə'lə oxumağa. Sonra namazın sünnətlərində yenə səcdəyə qayıdacağıq. Sən demə səcdədə bir dəfə Subhan Rabbiyəl Ə'lə oxumaq vacibdir, amma 2 və ya 3 dəfə oxumaq sünnədir. Görürsün, necə ayılıb asan da olsun deyə. Amma hamısını cəm eləsəydi, səcdə eləmək, səcdədə əllər belə qoyulur, səcdədə birinci əllər, sonra dizlər qoyulur, səcdədə bu zikri edirsən, çətin olardı, elə deyilmi? Eləcə iki səcdə arasında bu duaları oxuysan, çünki çoxda orada dualar çətin olardı. Birinci nə öyrədir bizə namazın rükunu olaraq iki səcdə arasında oturmaq. Və oturan zaman da tələsməmək bədənin, üzvlərinin yerinə, fiqh elmi bax, bu cür gözəl elmdir. Amma iki səcdə arasında, qardaşlarım, Rabbi xfirli, Rabbi xfirli, Rabbi xfirli demək bir dəfə vacibdir, 2 və ya 3 dəfə isə sünnədir. Həmçinin başqa duaları deyə bilərsiniz. Aydındır, Allahümmə xfirli, vərhəmni, vəafini, vəcburni, vərzuni, vərəfəni demirəm, sizə çətin olmasın. Çünki siz bilirsiniz, ola bilsin, burada bilməyən var və yaxud da namaza başlayacaqlar var. Onları inşallah namazın vacibləri və sünnə dərsində keçərik. Buyurur ki, müəllif, وَبِرُكْنِيَّتِهِ قَالَ الشَّافِعِيُّ وَأَحْمَدْ وَلَمْ يَنْقُلْ فِيهِ عَنْ مَالِكٍ شَيْءٌ. Səndə və məsələlər arasında burada ixtilaf var. Buyurur ki, İmam Malik və İmam Əhməd və İmam Şafi deyib ki, iki səcdə arasında oturmaq namazın rükunlarındandır. İmam Malikdən isə bu haqda heç bir şey gəlməyib. Yəni, aslı budur ki, o da namazın rükunlarından deyir. Əmmə Əbu Hanifə fəyəkfi indəhu ən yərfəə rə'səhu mithlu həddis seyfi. İmam Əbu Hanifə isə deyir ki, kifayətdir başını səcdədən qılınc qalxan qədər qaldırırsa. Aydındır, o qədər qaldırsa kifayət. Lakin doğru və görüş budur ki, Peyğəmbər s.ə.v-in etdiyi kimi başını səcdədən qaldırır, iki səcdə arasında oturur, üzvlər, oynaqlar yerinə getir və sonra yenidən səcdəyə gedir. Bu qədər Allah Teala bizləri eşitib başa düşür, faydalanan və ən gözəlinə tabi olan qullarından etsin. İnşallah gələn dərsimizdə Ət-təşəhhüdül əxir vəl-culusuləh, namazın axırıncı təşəhhüdü və onun üçün oturmaq. Və bununla qardaşlarım, namazın rükunlarından qalır, bir də salam vermək. Bir də inşallah salam vermək, sonra isə başlayacağıq namazın vaciblərini öyrənməyə. Allah Teala bizləri eşitib başa düşür, faydalanan və ən gözəlinə tabi olan qullarından etsin.